Yaxşı, gəlin buna başlayaq. Bilirsiniz, bugün danışacağımız mövzu elə-belə mülayim bir bələdçi deyil. Əsla. Bu, zəifliyi məhv etmək və sizi tamamilə başqa bir insana, tanınmaz birinə çevirmək üçün hazırlanmış aqressiv bir fəlsəfədir. Elə ilk cümlə budur. Birbaşa bir xəbərdarlıq. Yəni deyir ki, əgər bura rahatlıq axtarmağa gəlmisənsə, səhv ünvandasan. Bu, ancaq və ancaq nəticə tələb edənlər üçündür. Gəlin görək, bu əslində nə deməkdir? Deməli, fəlsəfənin əsas ideyası budur. Həyat bir müharibədir. Amma kiməsə qarşı yox. Xeyr, bu müharibə sənin öz içindədir. Beynindəki o tənbəl, o daim rahatlıq axtaran səsə aparılan bir müharibə. Bu döyüş hər gün, hər an gedir. Zəngli saat çalanda 5 dəqiqədə yatım deyən o səs var ha, bax o səslə başlayır. Ya da sabah başlayaram deyən bəhanə ilə davam edir. Və ən pis odur ki, insanların çoxu heç fərqinə belə varmadan bu müharibədə çoxdan təslim olublar. Baxın, ortası yoxdur. Həyatda neytral mövqe deyə bir şey yoxdur. Ya hər gün özünü biraz daha gücləndirirsən, ya da passiv şəkildə çürüyürsən. Bu sual birbaşa sənə verilir. Sən hansı tərəfdəsən? İndi isə gəlin birbaşa mətləbə keçək. Bu fəlsəfəyə görə dəyişim üçün ilk addım zəifliyini qəbul etməkdir. Amma bir utanc kimi yox, sadəcə bir başlanğıc nöqtəsi kimi. Bəs bu zəiflik özünü necə göstərir? O, xüsusi bir dildə danışır. Ekranda gördüyünüz bu cümlələr sizə tanış gəlirmi? Bazar ertəsi başlayaram, məndə motivasiya yoxdur. Və ən pisi, ən zəhərlisi, ən azından filan kəsdən yaxşıyam. Bunlar sadəcə söz deyil, bunlar oduzanların səsidir. Sizi ortabablığa, miskinliyə məhkum edən zəncirlərdir. Buradakı əsas məsələni anlamaq lazımdır. Əsl güc özünü yaxşı hiss etmək deyil. Əsl güc bir hərəkətdir. Yorğun olsan da, həvəsin olmasa da, canın ağrısa da, durud etməli olduğunu etməkdir. Emosiyasız, yalnız icra. Və indi gəldik ən vacib hissələrdən birinə. Bu fəlsəfiyə görə ağrı qaçmalı olduğun bir şey deyil. Tam əksinə, ağrı böyüməyə, inkişafa aparan yeganə qapıdır. O qapıdan keçmədən heç bir şeyə nail olmaq mümkün deyil. Düşünün, hamı uğur istəyir, elə deyilmi? Amma çoxları iş çətinləşən kimi, ilk narahatlıq hiss edən kimi dərhal qaçırlar. Məhz buna görə də uğursuz olurlar. Çünki inkişafın olduğu yerdən, yəni ağrıdan qaçırlar. Baxın, bu cədvəl hər şeyi mükəmməl izah edir. İki fərqli insan, iki fərqli reaksiya. Sol tərəfdəki insan şikayətlənir, ağlayır və qaçır. Sağ tərəfdəki döyüşçü isə ağrını görəndə yaxşıdır deyir. Bu o deməkdir ki, mən böyüyürəm. O, mübarizəni irəliləyişin sübutu kimi qəbul edir. Bu kiçik hekayə çox dərin bir həqiqəti göstərir. Sülh dövründə hər şey yaxşı olanda özünü məcbur edib çətinlik çəkməyi seçən insan əsl böhran gələndə sarsılmaz olur. Çünki o, fırtınaya çoxdan hazır idi. İndi isə gəlin müasir dünyanın ən sevimli bəhanəsini darmadağın edək. Motivasiya. Bu fəlsəfə motivasiyanı gəldi-gedər, etibarsız, şıltaq bir emosiya kimi təqdim edir. Ekrana diqqətlə baxın, fərqi görürsünüz. Motivasiya bir qonaqdır, bəzən gəlir, bəzən getmir. Amma intizam o evin əskəridir. Həmişə oradadır, keşik çəkir. Motivasiyaya güvənmək, özünü hisslərinin qoluna çevirmək deməkdir. İntizam isə səni azad edir. Əslində, hər şeyin açarı bu cümlədədir. Elit səviyyəli insanlar ona görə elit deyirlər ki, hər gün motivasiyalı oyanırlar. Xeyr, onlar ona görə elədir ki, özlərini bərbad hiss etdikləri günlərdə belə durub işlərini görürlər. Onlar öz beyinlərinə kimin rəhbər olduğunu göstəriblər. Vəssalam. Beləliklə, gəlib çatdıq son mərhələyə. Bütün bu prinsipləri tətbiq edərək, özünün köhnə, zəif versiyasını öldürüb, tanınmaz birinə çevrilmək. Bu sadəcə bir tövsiyə deyil. Bu, hər günü feth etmək üçün dəqiq, müzakirəyə açıq olmayan bir döyüş planıdır. Günü qazanan, həftəni qazanır. Həftəni qazanan, həyatını qazanır. Bu hekayə inanılmazdır. 4 il boyunca yerin üstündə heç nə görünmür, amma altında nəhəng bir kök sistemi yaranır. Bax, sizin hər gün intizamla etdiyiniz o kiçik, görünməyən hərəkətlər sizin köklərinizdir. Səbirli olun, vaxtınız gələndə sizin yüksəlişiniz hər kəsi heyrətləndirəcək. Və budur, sonda sizi bu kəskin seçim qarşısında qoyurlar. Orta yol yoxdur. Ya bütün bu eşitdiklərini unudub, köhnə ortabab həyatına qaydırsan, ya da köhnə səni bir daha geri qayıtmamaq üzrə bastırıb, tamamilə yeni bir insan kimi yenidən doğulursan. Və biz də bu son, təxribatçı çağırışla sizi baş-başa buraxırıq. Bu şirin bir motivasiya cümləsi deyil. Xeyr, bu bir əmrdir. İndi seçim sizindir. Hansı versiyasını bastıracaqsınız?